Sürücü sifarişi sərnişinin ləğv etməsini istəyir. Sərnişin isə sürücünün. Kartla taksi sifariş verən əksər sərnişin bu vəziyyətlə qarşılaşdığını iddia edirlər. Kartdasa gəlməyim, yəni belə bir şey sual verirlər. Mən də atkaz edirəm, başqa bir taksi sifariş verirəm. Sərnişinlər deyirlər ki, nağdsız ödəmə üsulu ilə sifariş verdikdə sürücünün etirazı ilə qarşılaşırlar və adətən sürücü sərnişindən sifarişi ləğv etməyi tələb edir. Gün ərzində yalan olmasın 7-8 dəfə istifadə edirəm. Belə amma nəqd ödənişlərlə daha... Bəzən sürücülər kartdan ödəməyə narazılıq edir. Bəli, var elə bir şey. Sifariş verəndə yazan gelib soruşurlar ki, yəni kartdır, nağddır. Kartdasa gəlməyim, yəni belə bir şey sual verirlər. Mən də atkaz edirəm, başqa bir taksi sifariş verirəm. Yəni bu hallarla çox qarşılaşırıq. Yəni bir tərəfdən də sürücüləri də başa düşürəm deyə, yəni ki, çox da bunun problem eləməməyə çalışıram, amma belə də haqqımızdır. Yəni ki, elə olur ki, əlbəttə indi elə dövrdə yaşayır ki, insanlar nağd pul daşımırlar, kartdan yəni ki, ödəmək istəyirlər, amma ki, yenə də deyirəm, sürücülərdə bu problem olur deyə. Yəni necəsə aradan qaldırılmalıdır məncə. Sürücülər isə bildirirlər ki, sifarişdən imtina etmələri onların proqramda bloklanmasına səbəb olur. İmtina çox olduqda proqramın onlara ötürdüyü sifarişlər də azalır. Qəbul faizimiz belə aşağı düşür. Hər atqaza 1% aşağı düşür. Məndən ötürü fərqi yoxdur. Mən onsuz nağdləşdirirəm. Dövlətin vergisini ödəyirəm, nağdləşdirirəm. Nəqd sərfəlidir. Niyə? Kartla ödəniş olanda vaxt itkisi olur çıxarmaq üçün. Sonra orada komissiya tuturlar. Bunlar hamısı bir şərtdir də. Yəni taksi sürücüsü üçün belə deyək, vaxt itkisi, bir də görsən pul lazım olur həmin ki, vaxtda çıxara bilmirik ona görə. Məsələ ilə bağlı taksi şirkətləri ilə əlaqə saxladıq. Bildirildi ki, sürücüdən xal tutulması xidmətdən imtina hallarının qarşısını almaq üçündür. Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, sərnişinlər qarşılaşdıqları problemlərlə bağlı qurumun 141 çağrı mərkəzi, eləcə də sosial şəbəkə hesabları üzərindən müraciət etməli, həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat verməlidirlər. Belə halda daxil olan müraciətlər araşdırılaraq tələbləri yerinə yetirməyən sürücülərin icazələri qanuna müvafiq qaydada ləğv ediləcək.